Ərbəyin ziyarətnaməsini birlikdə oxuyaq, mənim əzizlərim. Mən bunun ərəbcəsini oxuyub tərcümə etmək istərdim, lakin vaxta qənaət olaraq mən sadəcə tərcüməsini oxuyum. Bunun ərəbcəsi və transkripsiyası, həmçinin tərcüməsini isə Telegram kanalımda paylaşmışam və onu oradan oxuya bilərsiniz. Deməli, bir neçə mənbələrdə Səfvan Cəmmaldan rəvayət edilib ki, o belə dedi. Mövlam İmam Sadiq əleyhissalam Ərbəin ziyarəti ilə əlaqədar mənə belə buyurdu. Gün yüksəldiyi zaman İmam Hüseyn əleyhissalama xitabən belə deyərsən. Salam olsun Allahın vəlisinə və sevimlisinə. Salam olsun Allahın dostuna və seçilmişinə. Salam olsun Allahın səfiyyinə, yəni xalis seçkin bəndəsinə və onun xalis seçilmiş bəndəsinin övladına. Salam olsun məzlum şəhid Hüseynə. Salam olsun sıxıntıların əsirinə və üzərində və ya uğrunda göz yaşı tökülən şəhidə. İlahi, mən şahidlik edirəm ki, o, sənin vəlin, vəlinin övladı, sənin seçkin bəndən və seçkin bəndənin övladıdır. Sənin kəramətinlə səadət qurtuluşa çatıb, onu şəhadət məqamı ilə möhtərəm əziz etmisən və onu səadətə nail etdin, pak doğuluşla seçdin, onu ağalar və başçılardan biri, rəhbərlərdən bir rəhbər, müdafiəçilərdən bir müdafiəçi etdin. Peyğəmbərlərin miraslarını ona əta etdin, onu canişinlər arasında məxluqun üzərində bir hüccət qərar verdin. O, dəvətdə heç bir üzr, bəhanə yeri qoymadı, yəni hər şey ətraflı şəkildə çatdırdı. Xeyirxahlığı əsirgəmədi və bəndələrini cəhalətdən, həmçinin zəlalət və azğınlıq çaşqınlığından xilas etmək üçün canını, yəni qəlbinin son damla qanını sənin yolunda fəda etdi. Bir halda ki, dünyaya aldananlar, öz paylarını ən alçaq və dəyərsiz şeyə satanlar, axirətlərini ən ucuz qiymətə verənlər, təkəbbür göstərənlər ona qarşı birləşdilər. Nəfslərinin istəyinə uyaraq uçuruma yuvarlandılar, səni və Peyğəmbərini qəzəbləndirdilər. Bəndələrindən ixtilaf və nifaq əhli olanların, həmçinin cəhənnəmə layiq olanlar sırasına daxil olan günah yükü daşıyanların ardınca düşdülər. Buna baxmayaraq o, səbr edərək və savabını yalnız səndən gözləyərək sənin yolunda onlarla cihad etdi. Ta ki, sənin itaətində qanı töküldü və ehtiramı tapdalandı. İlahi, onları şiddətli və ağır bir lənətlə lənətlə, ağrılı bir əzabla əzablandır. Salam olsun sənə ey Allahın Rəsulunun oğlu. Salam olsun sənə ey canişinlərin sərvərinin oğlu. Şahidlik edirəm ki, sən həqiqətən də Allahın əmini və onun əmininin oğlusan. Səadətlə yaşadın, şərəflə təriflənmiş halda dünyadan köçdün, itirilmiş və tək tənha bir halda məzlum və şəhid olaraq vəfat etdin. Şahidlik edirəm ki, Allah sənə verdiyi vədə əməl edəcək, onu yerinə yetirəcək, səni tək qoyanları, yardımsız buraxanları həlak edəcək və səni qətlə yetirənləri əzaba düçar edəcək. Şahidlik edirəm ki, sən Allahın əhdinə vəfa etdin və yəqini, yəni ölüm, sənə gəlib çatana dək onun yolunda cihad etdin. Buna görə də Allah səni qətlə yetirənlərə, sənə zülm edənlərə və bu hadisəni eşidib ondan razı qalan kəslərə lənət etsin. İlahi, mən səni şahid tuturam ki, mən onun dostlarını sevirəm. Düşmənləri ilə isə düşmənəm. Ata-anam sənə fəda olsun, ey Allahın Rəsulunun oğlu. Şahidlik edirəm ki, sən uca sülblərdə və pak rəhimlərdə bir nur idin. Cahiliyyət dövrü özünün napaklılıqları ilə səni aludə etmədi və onun qaranlıq libasları səni bürümədi. Şahidlik edirəm ki, sən dinin sütunlarından, müsəlmanların rükünlərindən və möminlərin sığınacaq yerlərindənsən. Şahidlik edirəm ki, sən yaxşı, təqvalı, razı qalınmış, pak, bələdçilik edən və hidayət olunmuş imamsan. Şahidlik edirəm ki, sənin övladlarından olan imamlar təqva kəlməsi, hidayət nişanələri möhkəm tutacaq və dünya əhlinə Allahın hüccətidirlər. Şahidlik edirəm ki, sizə imanım var. Dinimin, şəriəti və əməllərimin aqibəti ilə bağlı olaraq sizin qayıdışınıza yəqinim var. Qəlbim qəlbinizlə sülhdədir, yəni təslimdir. İşim əmrinizə tabedir. Köməyim və yardımım sizin üçündür. Ta o vaxta qədər ki, Allah sizə izin verəcək. Buna görə də mən sizinləyəm,
düşmənlərinizlə deyiləm. Allahın salavatı olsun sizə, sizin ruhlarınıza və bədənlərinizə, hazır və qeybdə olanınıza, zahir və batin olanlarınıza. Amin. Ey aləmlərin Rəbbi. Daha sonra Həzrət buyurdu ki, 2 rəkat namaz qılarsan və ürəyində nə istəyirsənsə dua edərsən Allaha. Sonra isə geri qayıdarsan.